ışığıdır, nuruydu Hacı. Allah'ın nurundan yaranmıştı. Çevrildi, nura terk eledi, göğü yeri ağlamayan. Bu dünyanın gözyaşları göğer denmez Hacı Şahin'e. Hacı Şahin'den bir de olmuyor. Hacı Şahin'in dövlətə olan sevgisi, şəhid ailələrinin içində olması deyirdi ki, siz yaxşılıq edib pislik görəcəyiniz bu bir haldır. Ona görə də məyus olmaq lazımdır. Nəsə çatışmayanda hara müraciət edirsən? Elə bil ki, o adamı itirmişəm, onu itirmişəm, dayaq itirmişəm, çox şey itirmişəm. Tek hacı itirməmişəm mən. Ümid edirəm ki, onun ətrafında, onun sevgisi ilə, onun təbliğatı ilə birləşmiş insanlar onun yoxluğunda da o birliyi, o bərabərliyi qoruyacaqlar. İnsan ilahiyyatçı olduğu üçün biz onu sevmirdi. O düşünürəm ki, o aura ilə, o enerji ilə hansı sənətə sahib olsaydı, biz yenə də onun yanında olacaqdı. Dünən Hacı bu şəkili sən verdin də mənə. Dünən mən bu şəkili evə getdim. Hacı and olsun Allah, evə gələn kimi uşaqlar dedi ki, ata verdi o şəkili bizə. Balaca uşaqlar da bilirlər ki, Hacı Şahin necə insan olur. Mənim xatirəmdə o bir dənə Allah dostu idi. Həyat təcrübəmdə mən bunu gördüm ki, o bir dənə Allah dostu idi. Ateistindən tutmuş möminə qədər, dövlət adamından tutmuş müxalifətinə qədər. Yəni bütün bu insanların hər kəsin rəğbəti, hörməti var idi bu insana ki, bu da onun böyük mənəviyyətinin qarşısındadır təbii ki. Bu insanın elmi bir yana məlum məsələdir. Bunda bir də o helmi vardı onun. Əsl ruhaniyə layiq olan, əsl dindar adama layiq olan, insanların arzuladığı ruhani adamlar ki, arzulur, kaş belə var, o xislət vardı onda. Onun bir xal-hətir sormağı var idi. Çox qəşəng soruşurdu o adamın halını. Əlbəttə onun kimi o çətinliyi var ki, onun kimi kimsə soruşacaqmı? Həmişə adamın o hal-xətir sormağı ilə onu xatırlayacağam. Həzrət Əlinin bir sözü var, ən böyük moizə ölümdür. Hacı Cümə axşamı bizə ən böyük moizəsini dedi və düşünürəm ki, onun boşluğu dolmayacaq və biz müsəlmanlar, gənclər əlimizdən gələn eləməliyik ki, o ocaq əgər sönürsə belə onun közü qalsın. Yıllardır da bir isteğim var idi. Bir cuma onun dalında namaz kılmak. Dünən cumaya geldim, getdim o da qəbir üstüne. Ben geldim ama o yok idi. Gördü Hasan ağa, gözləyirdi oğlum. Artıq Şahin də məni gözləyir orada. Ümidim yox idi mənim yaşamaya. Hacı Şahinlə yaxınlaşandan sonra mən yaşamayıma nəsə bir səbəb tapdım. İndi mən bunu bilirəm ki, artıq yenə mənim yaşamaya bir səbəbim yoxdur.